Salam, hər vaxtınız xeyir. Bu videoda Oracle SQL-ə yeni başlayanlar üçün ilkin kod yazılışını və ekranda gördüyünüz operatorların istifadə qaydalarını sizlərə göstərəcəm. SQL nədir? SQL məlumat bazası ilə danışıq dili deməkdir. SQL-də məlumatlar Excel-də olduğu kimi sətir və sütunlardan ibarət cədvəl formasında saxlanılır. Bu məlumatları, yəni cədvəlləri ekrana çıxarmaq üçün select əmrindən istifadə olunur. Select mənası seçmək deməkdir. Yazılır ki, select ulduz from. SQL-də biz cədvəli ekrana çıxarmaq üçün, cədvəli məlumat bazasından seçmək üçün yazırıq ki, select, yəni seçmək, ulduz bütün cədvəli, bütöv cədvəli, from haradan, from yazdıqdan sonra burada məlumat bazasında olan nümunə cədvəllərin adı ekranda görsənmiş oldu. Yəni, fromdan sonra biz hansı cədvəli ekranda görmək istəyiriksə, həmin cədvəlin adını yazırıq. Biz employees cədvəlini ekrana çıxarmaq istəyiriksə, fromdan sonra employees-i yazırıq. Və bu kod run etdikdə ekrana employees cədvəlini çıxartdı. Məsələn, first name, last name sütunlarını, email sütunlarını, yəni işçinin adını, soyadını və emailini ekranda görmək istəyiriksə, bu zaman ulduz yox, yəni bütöv cədvəli yox, istədiyimiz sütunları select və from arasına yazırıq. Bunun üçün yazırıq select işçinin adı, first name, vergül. SQL-də sütunların ayrıcı vergüldən istifadə olunur. First name sütununu yazırıq, vergül, daha sonra last name, vergül, email. Və email sütunundan sonra hər hansı bir sütun yazmayacağımız üçün vergül qoymuruq və from employees yazırıq. Yəni, hansı cədvəldən. Və bu kodu run etdikdə bizə istədiyimiz sütunları employees cədvəlinin içərisindən çıxarıb ekrana göstərmiş oldu. Concat. Concat nə üçün istifadə olunur? Concat iki sütunları birləşdirmək üçün istifadə olunur. Daha çox first name və last name-i birləşdirib, yəni ad və soyadı birləşdirib, eyni sütunda göstərmək üçün istifadə olunur. Yazılır ki, select concat mötərizə first name vergül dırnaq, boşluq, dırnaq. Bu dırnağın içərisində boşluğu onun üçün qoyuruq ki, yəni ad və soyadın arasında boşluq olsun. Qoşa pipe, yəni pipe dediyimiz bu düz xətlər və last name. Mötərizəni bağlayırıq. From employees. Və gördüyünüz kimi ad və soyadı eyni sütunda birləşdirib yazdı. Alias. Alias nədir? Alias sütunun adını dəyişmək üçün, yəni sütuna, hər hansı bir sütuna adı vermək üçün aliasdan istifadə olunur. Aliasın qısaca yazılışı S kimi yazılır. Burada yazırıq ki, select concat vasitəsilə ad və soyadı birləşdirək. Məsələn, concat first name last name alias full name. Gördüyünüz kimi burada sütun başlığı concat first name last name belə yazılır. Yəni bu sütunu birləşdirdiyi üçün belə göstərir. Amma burada bu sütuna
alias verdiyimiz üçün, yəni adını dəyişdiyi, first name və last name birləşməsindən aliası verdi, adını dəyişdi və full name etdik. Və bu da full name kimi ekrana qaytarmış oldu. Alias burada istifadə olunur. Lower. Lower nə deməkdir? Lower daha aşağı, yəni kiçiltmə deməkdir. Lower verdiyimiz sütunların dəyəri kiçilir, yəni sütunların dəyərlərini kiçiltmək üçün istifadə olunur. Məsələn, yazırıq ki, select lower first name alias ad from employees. Gördüyünüz kimi ad sütununda, niyə ad sütunu oldu? Çünki first name sütununu lower içərisində yazdıq və alias verib onun adını dəyişib ad etdik. Əgər bu alias adı sildikdə ekranda lower first name kimi oxunacaq. Və əsas olaraq biz bura fokuslanaq. Çünki first name sütununda lower verdikdə bütün dəyərlərini kiçik hərfə çevirmiş oldu. Alias yazıb ad yazdıqda isə onun sütunun başlığında adı dəyişib, yəni sütun adını dəyişib, aliasda verdiyimiz adı göstərir. Daha sonra upper. Upper'da lower'ın əksi olaraq bütün dəyərləri böyük hərfə çevirir, yəni dəyərləri böyüdür. Select upper first name alias ad employees. Gördüyünüz kimi upper'da bütün dəyərləri böyük hərfə çevirmiş oldu. Init cap. Init cap'da ilk dəyəri, yəni ilk hərfi böyük, digərlərini kiçik hərfə çevirmiş olur. Onun üçün də yazırıq select init cap first name alias ad from employees. Və init cap'da ilk hərfi böyük, digərlərini kiçik hərfə çevirmiş olur. Distinct. Distinct remove duplicate, yəni təkrarlanan dəyərləri silir. Məsələn, distinct'i göstərək departament ID sütunun üzərindən. Çünki orada departament ID sütununda ID'lər təkrarlanır və distinct verdikdə həmin dəyərləri siləcək. Select department ID from employees. Daha doğrusu bir dənə də ad soyadını yazaq. First name last name. Burada first name'in adını first yazdığı üçün error çıxırdı. Deməli, departament ID sütununda təkrarlanan dəyərləri görürsünüz. 90, 90, 90, 60 və burada biz departament ID sütununu distinct etdikdə, yəni yazırıq distinct metalizm department ID. Bu şəkildə distinct verdikdə departament ID-də olan dəyərləri remove duplicate etməyəcək. Çünki
hər işçinin qarşısında həmin aydını göstərməlidir. Onun üçün distinct edə bilmir. Distinct'i departament ID üçün o zaman edə bilərik ki, select və from arasına, yəni ekrana təkcə departament ID sütununa çıxaraq və yazırıq. Select distinct department ID from employees və gördüyünüz kimi departament ID sütununun təkrarlanan dəyərlərini silib ekrana çıxarmış oldu. 12 dənə departament ekrana çıxartdı. Sabit dəyər. Sabit dəyər nə deməkdir? Sabit dəyər harda istifadə olunur? Məsələn, işçilərin maaşına bonus əlavə olunur. Tutaq ki, işçilərin maaşına 500 manat bonus əlavə edirik və bu bonusu sütun şəklində hər bir işçinin maaşının qarşısında bonus şəklində, yəni 500 manat görsənməyini istəyirik. Bunun üçün sabit dəyərdən istifadə edirik. Yazırıq ki, select işçilərin adını, soyadını göstərək. First name. Burada konkat istifadə etmədən, yəni konkat daha doğrusu konkat olur, yəni birləşmə olur. Amma konkat yazmadan ad və soyadı birləşdirib necə full name etmək olur? Bunun üçün konkat yazmadıqda, yəni mötərizədə yazmadıqda first name yazılır. Qoşa pipe, dırnaq, boşluq, dırnaq. Yəni dırnağın içərisində boşluq qoyulur və sonra yenidən qoşa pipe, last name. Last name yazılır və daha sonra buna alias verək ki, yəni full name kimi sütun başlığı çıxsın. Full name və vergül. Sonra salary da alias verək, maaş kimi yazaq və vergül və yazırıq 500 alias bonus və from employees. Görürsünüz, burada yazdıq ki, full name, yəni first name və last name full name etdik. Müştərilərin, daha doğrusu işçilərin adı, soyadı, maaşı və bonusu. Sabit dəyər vasitəsilə müştərilərin maaşının qarşısında bonus məbləğini göstərən bir sütun yazdıq. Və SQL-ə giriş üçün bu videoda qeyd edəcəklərim bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.